Həyatın hər bir hissəsi laboratoriyadır. Hər bir hissəsində bizə öyrədiləcək bir dərslər vardır. Sadəcə fərqində olub onları görmək çox önəmlidir. Deməli, dünən dostumla danışıram. Deyir ki, səhər yerimdən qalxandan günortayacan sıxıntı içində oluram. Sıxıntı bütün vücudumu bürür. Ancaq ən çox da burdan buracan bir möhkəm bir duyğu gəlir. Sanki bir daş sallanır orada. İynə sanki batırılır orada. Məsələ ondadır ki, günortayacan bu duyğu içində olam, sıxıntının içində olam, amma günorta sonra yavaş-yavaş keçib gedir. Ona bir dənə sual verdim ki, keçmişdə nəsə bir şey yaşamısan, elə bir sıxıntı hadisəsi ki, o günortayacan olsun. Elə bunu demişdim ki, dedi bəli. Dərhal da gəldi cavab. Deyir bəli, məktəb vaxtlarında mən evə tez getməli idim, evə gec getsəydim, evdəkilər danlayardılar. Ona görə sıxıntı, narahatlıq içində olurdum və qaçıq-qaçıq evə gedərdim. Bu mənim illərimi aldı. Burada maraqlı məqam necədir? Fikir verirsinizsə, duyğunu soruşan kimi yerindəcə həmən də cavab gəldi. Bu şüuraltımızda kodladığımız bir duyğulardır. Keçmişdən onları orada kodlayırıq və onunla bağlı hadisə bir dəfə yox, bir neçə dəfə yaşayırıq və hər dəfəsində o çarpırlanır və duyğu orada daha da yerini möhkəmlədir. Sonra buna oxşar bir hadisələr ortaya çıxanda o işləməyə başlayır. Proqram orada başlayır işləməyə. Xəstələnə bilirsən eyni zamanda həmin duyğu əsasında. Gedirsən həkimə, həkim sənə dərman yazır. Ya sağalırsan, ya da sağalmırsan. Sağalsan da belə duyğu həll olunmadığına görə, düzəlmədiyinə görə o yenidən xəstələnə bilərsən ya da başqa yerdən xəstəlik yarana bilər. Ancaq fikir verdinsə, bura sual verəndə cavablar həmən gəlir. Çünki sənin şüuraltın səndən kənarda bir şey deyil ki, o səninlə bir yerdədir. Elə sənin şüuraltın sənin özünsən. Duyğu gəlirsə cavab da bəllidir. Sadəcə ona sual vermək lazımdır. Bunun mənası nədir? Bunun mənə faydası nədir? Əslində o şüuraltı orada səni qorumaq niyyətidir. O qoruma mexanizmidir. O səni qorumaq niyyəti ilə yaradılıb ki, tez get, tələs, birdən yenində sənə söz deyərlər, saçın düşər və s. və ilaxır. Uşaqlıqda yaratdığın o duyğun ki, ora kodlamısan, uşaqda yaratdığı indi fərqində olanda, indi artıq təcrübən var, artıq böyümüsən, bir çox şeyləri görmüsən. İndi həmin hadisəyə bir fərqində olaraq baxanda məna orada dəyişilir. Məna dəyişəndə onun duyğusu da dəyişilir. Artıq istəsən də həmin duyğu gəlməyəcək, çünki məna dəyişildi. Artıq ona oxşar hadisələr gəlsə də belə təsirləməyəcək. Ona görə də duyğularımıza diqqət eləmək lazımdır. Duyğular bizdən danışır. Bizə heç bir yerdə öyrətməyiblər ki, içə dönük düşün. Bizə həmişə öyrədiblər ki, çölə yönlü düşün. Falan kəsin maşını var, işi var, səndə də olsun. Falan kəs xalqın uşağı. Ancaq deyən yoxdur ki, bu duyğun mənası nədir? Bir ora bax, ona sual ver. Ona sual versən bütün cavablar hamısı ortaya çıxır. Bunu da bildirmək istəyirəm ki, bizim Müdrik Çəmər WhatsApp qrupu yaradılmışdır. Ora hər biriniz dəvətlisiniz. Uğur olsun hər birinizə. Sağ olun, salamat qalın.